Məhz buna görə ABŞ-İsrail arasında bugün demək olar ki, soyuq, belə deyək, gərginlik yaşanır. Netanyahu İsrail yəni tərəfi bəyan edirdi ki, çox əminliklə bəyan edirdi ki, 2-3 gün, 4 gün ərzində hakimiyyət dəyişəcək. Yəni bilirsiniz, bütün oyun belə deyək də, açıq danışaq. Bütün oyun yalnız və yalnız bir məsələyə bağlı idi. Hakimiyyət, çevriliş və bununla da bütün məsələlər həllini tapır. Yəni belə çıxır ki, əgər çevriliş baş vermirsə, deməli, nüvə proqramı, raket proqramı, ballistik raketlər, etnik qrupların bugünü və sabahı, Ərəb dövlətlərinin bugünü və sabahı və Hormuz boğazı, Fars körfəzi, Hormuz körfəzi, ümumiyyətcə proksi qüvvələr, Yəməndə Xusilər, Hizbullah, Hamas, İraqda Xəşəşabi, Kətayb və digər məsələlər hamısı yəni belə çıxırdı ki, yalnız və yalnız bir məsələyə bağlıdır. Ali Xameneinin ölümü və üsyan və çevriliş və bununla da bütün məsələlər həllini tapır. Düz də ola bilər ki, bir həftə ya 2 həftə ola bilsin ki, hansısa bir təxribat baş verər. Bu təxribat nəticəsində kimsə bir zərbə endirə bilər, yaxud ABŞ öz təyyarələrini və İsrail gözləmədən ABŞ-ı məcbur etmək ki, ABŞ həmin bu zərbələrə qoşulsun deyə. Yəni bu ola bilər. Amma bu problemi həll eləmir. Çevriliş baş vermir. Hakimiyyət artıq biz deyə bilərik ki, necə ki, Vaşinqtonda bütün qruplaşmalar birləşiblər. Çünki qruplaşma var idi. J.C. Vance ilk gündən bu müharibənin qarşı idi. J.C. Vance ilk gündən Netanyahu'ya inanmırdı. Ümumiyyətcə Netanyahu ilə o danışmaq da istəmirdi. Məhz ona görə bir neçə danışıqlar olub və çox gərgin şəkildə gedib J.C. Vance ilə Netanyahu arasında çox gərgin olub. Ona görə yəni, amma bugün demək olar ki, həm J.C. Vance'in qrupu, onun tərəfdarları və Trump'ın tərəfdarları Marco Rubio ilk öncə birləşiblər. Amma digər tərəfdən J.C. Vance artıq arxa plana keçir. Bu da düzgündür. Çünki Marco Rubio'nun da gələcəyi yoxdur. Yalnız J.C. Vance'in komandasında onun yeri ola bilər. Amma yenə də o Kuba məsələsində əgər uğura nail olsa, onda bəli. Yox, Kuba məsələsində də Marco Rubio uğur qazanmasa, onda demək olar ki, Marco Rubio artıq siyasətçi kimi koda onun kitabı bağlandı. J.C. Vance'in kitabı bağlana bilməz. Çünki Respublikaçılar Partiyasının ən yeganə namizədi hansı ki qalib gələ bilər 2028-ci ildə. Bu J.C. Vance. Amma yenə də noyabrın 3-dən asılıdır. Əgər noyabrın 3-də ABŞ-dakı Konqresə nümayəndələr aparatasına 435 yer, Senata 33 yer 100 nəfərdən. Bəli. Orada da əgər Respublikaçılar Partiyası məğlub olsa, onda demək olar ki, prezident seçkisində də Respublikaçılar Partiyası məğlub olacaqlar. Amma bu məğlubiyyət çox şiddətli məğlubiyyət olacaq. Hamı üçün. Yəni ilk öncə Respublika Partiyası üçün və Donald Trump üçün və onun tərəfdarları üçün, MAGA üçün və digər. Ona görə Trump neyləsin? Trump'ın artıq bir yolu var, konkret. Yəni qısa, konkret bir vərəq, 2 vərəqli sazişə qol çəkmək və bununla da göstərmək ki, ABŞ və Tehran saziş əldə ediblər. Amma bu danışıqların sonu deyil. Bu sözsüz ki, bu müharibənin sonu olacaq. Yəni bununla da, yəni bu yalnız, amma burada bir məsələ var. Kim fikirləşir ki, bu yalnız ABŞ-a lazımdır və Tehrana lazımdır? Xeyr, belə deyil. Bu dünyaya lazımdır ki,
dünya bilməlidir. Müharibə sona çatıb yekunlaşır, yoksa onun davamı da olacak. Bugün artık neftin kıymetleri düşür aşağı. Yani bu gözlenti normaldir. Hamı başa düşür ki, bəli, danışıqlara yer, imkanlar açılır ve danışıqlar gedecek, bir iki vərəqli saciş bağlanacak. Ama bu saciş deyəndə bu saciş deyil, memorandum, bir protokol kimi belə deyək, bir sənəd olacak. Ama bu da normaldir. Bu dünyanın bazarlarını ve diğer sahələrini ram edə bilər, sakitləşdirə bilər və bununla da ABŞ-ın özündə də benzin, qiymətlər, aviareyslərin təxirə salınmaması, Avropada, bütün dünyada indi təxirə salınır və s. Yəni bununla da dünya iqtisadiyyatı yenidən bərpa olunacaq və danışıqlar gedəcək və bu danışıqlar necə yekunlaşacaq, bu artıq mürəkkəb məsələdir. Digər tərəfdən də mürəkkəb məsələlərdən biri də İsrail-Livan məsələsidir. Bu necə həllini tapacaq? Digər tərəfdən də İsrail-Hamas məsələsidir. Hansı ki, bugün də deyə bilərik, artıq uğursuzluq, bugünə uğursuzluq nail olunub. Yəni, heç bir nailiyyət yoxdur. Məhz ona görə ABŞ öz missiyasını İsraildə, yəni Hamasla bağlı missiyasını demək olar ki, azaldıb, yekunlaşdırır. Həmin bu qərargaha digər nümayəndələri dəvətlidir. Yəni, faktiki olaraq yaxın şərqdə bütün istiqamətlərdə hansı ki, müharibə ilə nəticələnməli, yəni bir vasitə kimi ona baxırdılar ki, bu müharibə vasitəsilə həmin bu problemləri həll etmək olar. Bugün artıq ən əsas nəticə bu odur ki, müharibələr öz effektivliyini göstərmədilər. Səmərəsizliyini göstərdilər. Və subota artıq hamı, yəni belə deyək də, hamı onu gördü ki, müharibə ilə problemi həll etmək mümkündür. Ona görə yəni bugün demək olar ki, İslam dünyası, İslam təşkilatı, Ərəb Dövlətləri Liqası, Birləşmiş Ərəb Əmirliklərinə öz bir mənalı dəstək vermədi, bildirmədi. Bu da bunu göstərir ki, İran həmin bu gedişdən istifadə etdi və onu vurdu. Nəyə görə onu vurdu? Məsindi düzdür. Əgər onu vurursa, deməli digər dövlətləri də vurmalıydı. Çünki ABŞ-ın bazaların miqdarı 16 bazadır və bütün 16 bazanı o vurub, yəni raket zərbələr endirib və hansılar dağılıb, hansılar çox ciddi xəsarət alıb və s. Yəni çox ciddi bir məsələ yaranıbdır. Yəni ABŞ-ın özü üçün də həmin 16 hərbi bazanın taleyi və ora çox sayılı kollar və saytlar lazımdır ki, onları bərpa etsinlər. Nə, heç 10 milyardlardan da yəni söhbət getmir. 10 milyardlar dollar pul lazımdır indi orada. Çox böyük pul lazımdır. Ona görə yəni bu Birləşmiş Ərəb Əmirlikləri vurmaqla İran göstərdi ki, Birləşmiş Ərəb Əmirlikləri tənxadır, təkdir, təklənib və belə deyək də öz acığını çıxır, yəni həmin bu vurmaqda. Amma bəziləri gözləyirdi ki, ABŞ-la İsrail yəni bu nəticə kimi, yəni bir cavab kimi Birləşmiş Ərəb Əmirliklərinin yəni belə deyək də təhlükəsizliyini təmin etməklə bir cavab verməliydi. Amma burada ən vacib bir məsələ var, Zuriyə xanım. Bu vurmaqla İran yenə də göstərdi ki, ABŞ-ın təhlükəsizliyi zəmanət deyil. Dövlətlər əgər ABŞ-ın təhlükəsizliyini pulla alırlarsa və o əvəzində 10 milyardlarla pul verirlərsə, bu
zəmanət heç bir dövlətə vermir. Məhz buna görə Ər-Riyadda artıq rəsmi Ər-Riyad öz addımlarını atıb, Ərəb dövlətləri ilə, Türkiyə ilə, Pakistanla, Birləşmiş Ərəb Əmirlikləri ilə yox. O həmin danışıqlarda iştirak eləmir. Vahid bir qurum yaratmaq istəyirlər. Belə deyil, hərbi, siyasi və s. bir qurum, hansı ki, Ərəb dövlətlərinin təhlükəsizliyini %100 yəni təmin edə bilər. ABŞ bunu təmin edə bilmir. Avropada boyun qaçırır, çünki bu müharibəyə heç qoşulmadı, müdaxilə etmədi. Ona görə Ərəb dövlətlərinin Avropaya müraciəti yersizdir. Çinə müraciət etmək o da yersizdir, çünki Çin həmişə çalışır siyasi, iqtisadi və digər diplomatik yollarla problemin həll etsin. Amma hərbi yolla Çin heç bir zaman, yəni belə deyək, bu məsələlərdə iştirak boyun qaçıracaq. Rusiyaya gələndə isə Rusiyada öz imkanlarını artıq məhduddur. Öz adamlarını Rusiya nə Venezuelada, nə Suriyada qoruyub saxlaya bilib. Ona görə Rusların kartı da vurulub, heç o lazım deyil. Amma Ərəb dövlətləri sözsüz indi Pakistan, Türkiyə və Ərəb dövlətləri bu saziş, bu belə deyil, ittifaq, birlik hansı şəkildə yaranacaq bilmirəm. Amma halbuki yəni bu mütləq olacaq. Çünki digər artıq ssenari yox. Digər ssenari Ərəb dövlətləri ABŞ-a 1,5 trilyon pul yatızdırırlar, amma əvəzində nə alırlar? Pulları da gedir, xam malları da gedir, hərbi bazaları da ABŞ-ın Ərəb dövlətlər ərazisində vurulur, tələfat da ərəblər verir, iqtisadiyyatları çökür, 10 milyardlarla dollara yəni xərcə düşürlər, necə ki Birləşmiş Ərəb Əmirlikləri ABŞ-dan indi pul istəyir. Halbuki Birləşmiş Ərəb Əmirliklərindən 1,4 trilyon dollar ABŞ gözləyirdi ki, həmin bu məbləği Birləşmiş Ərəb Əmirlikləri ABŞ-a yatızdıracaq. 10 il ərzində hər il 140-150 milyard dollar. Amma indi bunu etməyəcək yəqin ki, artıq etmirdi. Çünki indi vəziyyət tamamilə dəyişir. Ona görə yəni vəziyyət həqiqətən də çox belə deyək, hamı indi başa düşür. Bəs onda bu müharibə lazımdırmı? Buna başlamaq lazımdırmı fevralın 28-də? İndi bu sual çıxır ortaya. Nəinki məndə, Ərəb mətbuatında və digər mətbuatlarda artıq konkret səslənir. Onda müharibə niyə lazımdır? Niyə görə həmin bütün bu vuruşmalar, sadişlər, savaşlar, zərbələr və s. 16 min, 17 min hədəf zərbə altında düşdü, zərbələr vuruldu və s. 16 mindir, ya 17 mindir, ya 15 mindir. Nəyi dəyişir? Heç nəyi dəyişmir. Əksinə, yəni İranın sipahla həmin bu ssenari, yəni belə deyək, onun maraqlarına oynayır. Ona görə mən düşünürəm ki, sözsüz ki, yəni bu hadisələrdən sonra, bu yekundan sonra çox ciddi dəyişiklik baş verəcək.